sənə demişəm ki, bu uşağı cəməlliyə dur da. Onsuz da o gün məktəbdən götürəndə müəllimlər qəşəng təriflər dedi bunun əlindən. Gör böyüyəndə bir zibil olacaq. Sən qudurdursan bunu. 1000 dəfə demişəm ki, əlinə də telefonu vermə bunun. Nə vaxt baxıram telefonla oynayır. Yaxşı, nə olubdu? Görürsən oğlum, mən sənin üçün nələr eləyirəm. Sən də o sırada mən müəllimələrindən də atamdan söz eşitdirirsən mənə. Nə olaydı? Bir dəfə də olsun, yəni mənim də üzüm ağlardı. Deyərdim mənim oğlum, nə bilim, yəni niyə belə eləyirsən? Elə başını sığalla, sən qudurd. Yəni bunu belə eləməklə düzəlmir də. Normal tərbiyə ver, elə olmasın. Bunun üzünə gələcəkdə heç bir qapı açılası deyil, xəbərin var sənin? Yəni uşaqla nə işin var? Necə yəni uşaqla nə işin var? Ola bilər də uşaqdır hələ. Yəni neynəməlidir? Sənin kimi böyük deyil, yəqin lazım olsa o da sənin kimi. Sən hər şeydə düz deyirsən, mən səhv deyirəm, okey. Bəsdir də, sakitləş, yaxşı uşaqdır. Uğur. Yaxşısan. Maaş. Ya da keçir ya. Gedin gələcək oğlum. Bir dəfə də bir yerə gedək sataqda tez sataq. Ay oğlum, mən neynim hazıram da, atanı gözləyirəm. Tanı ortalıqlarda da yoxdur ki, gəlsin bir əynini geyinsin, getdiyimiz yerə də bir tez çataq. Bir gün də ömrüm gün qadana, bilsən ki, onsuz da o tələsir. Həmişə ona görə geyişirik, bir dəfə də vaxtında sataqda bir yerə. Ay oğul, bəsdir. Bəli, Kamil bəy. Bəli, bəli. Özüdür, aha. Heç nə. Bəli. Aydın məsələdir. Də, necə deyərlər, bir qapı bağlanar, bir qapı açılar. Oldu. Nə olub ay bala, nə məsələdir? Həmişə nə olur? Bağlanan qapı bir gün açılmalıdır, bir adamın qapısına bir dənə qapı açılmaz. Bu qədər mi bəxtsiz talihsiz? Açılacaq bir dənə qapı. Bu cəhənnəmin qapısı. Yaxşı ay bala, yaxşı. Sən Allah, bəsdir. Ürəyimizi üzməginə. Nə edək, həyatdır. Sənin də bəxtin mənim bəxtim kimi qarıb gətirib. Nə qədər çalışırıqsa da, hansı qapıya gedirsən də o qapı sənin üzünə bağlı qalır. Bilmirəm niyə belə olur. Niyə sənin bəxtin belə qara gətirib? Gördüyümüz bu səhnədə bir ailə problemi canlandırıldı və əslində gündəlik həyatımızda ötüb keçdiyimiz, heç diqqətə almadığımız bir səhnədir. Burada oturan hər kəsin uşaqlığında və ya hal-hazırda öz ailəsində şahid olduğu bir səhnədir ki, nəticəsini Uğurun daha gənc yaşlarında onun hər işdə, hər atdığı addımda istədiyi nəticəni əldə etməməsi kimi gördük. Körpə vaxtı uşaqların valideynlər tərəfindən eşitdiyi kodlamalar, bayaq danışdığım kimi, onlarda dəyərsizlik, şərtli sevilmə, mən əgər məktəbdə daha yaxşı nəticə göstərirəmsə, valideynlərim məni daha çox sevəcək. Ki, bu bəlkə də bir çoxlarımız üçün doğru bir seçimdir. Uşaqlarımıza motivasiya mənbəyi olmaq istəyirik bu türlü davranışlarla. Halbuki, psixoloji tərəfindən yanaşanda o uşağın uğuru yerinə gələcəkdə həm iş həyatına, həm sevgi həyatına, həm də dostluqlarına, yəni cəmiyyətdə özünə hər tərəfli yer eləməsinə mane olur. Burada uğur təkcə iş seçimində deyil, eyni zamanda partnyor seçimində də çətinlik çəkəcək. Çünki şərtli sevildiyini öyrəndiyi üçün sevdiyi qadına, yəni qadından da daha çox şey
daha çox xidmət gözləntisində olacaq, daha çox sevgi verə bilmək üçün. Mən əminəm ki, hər kəsin həyatında belə bir təcrübə olub və var. Gəlin bərabər uşaqlığımıza yenək və uşaqlığımızda qarşılaşdığımız kodlardan, proqramlardan özümüzü azad etməyə çalışaq. Başlayaq, gözlərimizi bağlayırıq və körpəliyimizə bir yolculuğa çıxırıq. Dərin nəfəs alaraq gözlərinizi yumuruq və bütün diqqətinizi nəfəsinizə yönləndiririk. Nəfəs al və nəfəs ver. Yenidən nəfəs al və nəfəs ver. Qədim işıqlı bir yol var qarşında. Bu yol sənin ruhunu yoldur və səni keçmişinə götürəcək. Quşların səsi, günəşin istililiyi, küləyin sərin mehi vücudunun, zihninin hər hücrəsində hiss edilir və səni sakitləşdirir. Yol irəlilədikcə qarşıda bir qapı görür. Sən bu qapıya doğru irəliləyirsən və həyəcanla əlini qapıya doğru atırsan. Həmin anda qapı açılır və keçmişin qarşılayırsan. İçəridə uşaqlığın var sənin. Gözləri saf sevgi ilə dolu, arzuları sərhədsiz, həyatı bir əyləncəli oyun kimi görən, egodan, nəfsdən uzaq olan və sadəcə anı yaşayan şəffaf, saf uşaqlığın. Bəlkə də zamanla qəlbi sındırılmış, böyüklərin sonsuz egolarının qurbanına çevrilmiş, arzuları ailəsinin qorxuları ilə qısıtlanan, balaca ürəyi incidilmiş, sındırılmış uşaqlığın. İndi yaxınlaş o körpə sənə və gözlərinə diqqətlə bax. Nə görürsən onun masum gözlərində? Nə hiss edirsən? Onun nəyə ehtiyacı var? Nə söyləmək istəyirsən ona? Onu dinləməyə hazırsan mı? Anda qal. Anda mərkəzləş və təqsizlərini doya-doya hiss və yaşa. İndi sarıl balaca sənə və ona onun çox sevdiyini söylə. Gülüşlərini, xəyallarını azad buraxmaq üçün hər zaman onun yanında olduğunu söylə. Onun yaşadıqlarının, eşitdiklərinin, ona öyrədilmiş qorxularının, ona öyrədilmiş bütün qısıtlamaların əslində əsl ona, onun öz kimliyinə və həqiqətinə aid olmadığını söylə. Əsl gücünün, sevginin, yüksək başarının ona öyrədildiyi kimi deyil, sonsuzluqdan, əsl kimlikdən, əsl həqiqətdən gəldiyini söylə ona.
və sevgini göstər. Sevgini sözlərlə. Qəlbindən keçirib dilinə gətirə bilməklərini. Gözün yumulu, qəlbin açıq, duyğularınla ifadə et balaca sənə. Birinci qalır. Yaxşı, birinci qalır. Görüntüyə baxsın. Və şəfa ilə, sevgi ilə qal. Görür çıxma. Aktyorlarımıza bir gürültülü alkış alalım sizden. Teşekkür ederim her birinize. Maraqlıydı hə? Oradan içeri girəndə belə bir aba-hava yaratmağa çalışdıq ki, bizim də xəbərimiz yoxdur. Yəni sizi biraz müşahidə elədim ki, necə hiss edirsiniz. Çoxunuz belə idi. Birincisi xaos var, hamıya maraqlı gəlir. İkincisi çoxumuza tanıdık gəlir. Bir çoxumuzun ailəsində olur. Toya getməmişdən əvvəl məsələn, mama ilə papa başlayır. Hə, ayrı-ayrı ailələrdə doğulmuşuq, ayrı-ayrı yerlərdə böyümüşük, ayrı-ayrı tərbiyələr almışıq, amma çoxumuz eyni travmaları təəssüf ki, yaşamışıq. Bir çoxumuz əslində uğursuzluğumuzun kökündə nə var deyə çox düşünürük. Bəlkə az işləyirəm, bəlkə az məsuliyyət daşıyıram, bəlkə çox tənbələm. Amma bəzən özümüzün belə düşünə bilmədiyimiz, bax belə, şuur altı səbəblər də ola bilir.